Şəbnəm Hüseyn, musiqiçiyəm, kamança və vokal ifaçıyam. Uzun illərdir Norveçdə yaşayıram və son 2 ildə Amerikada, New-York ştatında yaşadım. Orada Azərbaycan mədəniyyəti tədbirlərini, Xocalı soyqırımı olsun, Azərbaycanın Gənclər Günü, Gənclər Forumu ilə bağlı bütün tədbirləri həyata keçirdim. Müxtəlif ştatlarda konsertlər müəllifi olduğum layihələrlə həyata keçirdim və kamança eyni zamanda vokal olaraq performanslarımı nümayiş elətdirmişəm. Ondan başqa Norveçdə bir çox şəhərlərdə mən konsert və festivallarda iştirak eləyirəm. Yaşadığım Hamar şəhərində Şişten Flagstadına muzeyin əməkdaşıyam. Eyni zamanda Norveç Musiqiçilər Birliyinin üzvüyəm və eyni zamanda da Dresden Simfonik Orkestrinin solisti olaraq bir çox dünya ölkələrinə konsert səfərlərim olur və bu günləri burada Azərbaycan mədəniyyəti ilçilərinin birinci forumunda iştirak edərək Norveç Hamar təşkilatı, Norveç Azərbaycan Gənclər Təşkilatı, Hamar təşkilatının sədri olaraq burada çıxış eləyirəm və bura dəvət almaqdan çox məmnunam. Və bizim fəaliyyətimiz hər şaxəlidir, çox şaxəlidir. Həm istər Asiya ölkələrində olsun, Aegis Got Talent müsabiqəsində mən ikinci yeri tutdum. 5 respublika üzrə 2000 nəfərdən ikinci yeri tutaraq və kamança ifaçısı kimi professional bir nominasiyaya layiq görüldüm. Bundan başqa da bir çox layihələr və konsertlər, tədbirlər Azərbaycanın və diasporanın bütün önəmli maraqlarını əks etdirən bütün layihələrini hər zaman həyata keçirməkdən məmnunuq. Və nə xoş halımıza ki, bu günləri biz birinci forumu həyata keçiririk və ümidvaram ki, bu forumda müzakirə panellərində danışdığımız mövzular gözəl bir nəticəsi olacaq və həyata keçiriləcək.